İlin bütün fəsli yeyilə bilən məhsullardan biri də xurmadır. Həkimlər xurma ilə çay içməyin orqanizm üçün çox faydalı olduğunu bildirirlər. İsti iqlimdə yetişən bu meyvə əsasən qurudulmuş şəkildə istifadə olunur. Bəs xurmanın faydaları nələrdir? Nə üçün Peyğəmbərimizin sevimli meyvəsi ünvanını qazanıb? Bu barədə bir qədər sonra daha ətraflı. İndi isə 2 saniyənizi ayırıb kanalıma abunə olub, videomu bəyənməyinizi və bildirişləri aktiv etməyinizi xahiş edirəm. Beləcə paylaşılan bütün faydalı və maraqlı məlumatlardan dərhal xəbərdar olacaqsınız. Xurma faydalarına görə Peyğəmbərimizin də sevimli qidalarından olub. Çünki onun insan orqanizminə faydaları saymaqla bitmir. Bu videoda onlardan 10 ilə tanış olacağıq. 1. Antioksidantlarla zəngin olan xurma, şəkər və xərçəng xəstələri üçün əvəzolunmazdır. Xurma xərçəngə tutulma riskini və iltihabı azaldır. Ürək sağlamlığını qoruyur, göz xəstəliklərinin qarşısını alır. 2. Beyni sağlam saxlayır, artroz və Alzheimer xəstəliyinin qarşısını alır. 3. Tərkibi faydalı minerallarla zəngin olan xurma həm də təbii şirniyyat hesab olunur. Desertlərdə şəkər əvəzinə xurmadan da istifadə etmək olar. Şəkər bədəndə bəzi problemlərin yaranmasına səbəb ola bilər. Ancaq xurma təbii şirin olduğu üçün heç bir təhlükəsi yoxdur. 4. Fiberlə zəngin olan xurma çəkinin azalmasında, diabetin kontrol edilməsində, insanda toxluq hissinin yaranmasında çox faydalıdır. Fiber yeməyin həzm olma prosesini ləngidir və insan uzun zaman toxluq hiss edir. Fiber həmçinin qanda olan şəkərin səviyyəsini aşağı salır. Bu da diabet xəstələri üçün faydalıdır. 5. Xurmanın tərkibində fosfor, kalsium, maqnezium, kalium kimi çoxlu mineral maddələr var. Bu maddələr sümükləri və dişləri sağlam saxlayır, ovulmanın qarşısını alır. 6. Xurmanın tərkibində təbii şəkərləri olan glukoza, saxaroza, fruktoza var. Gün ərzində 4-5 xurma yemək insana gümrahlıq hissi verir, enerjini artırır. 7. Xurmanın tərkibindəki üzvü kükürt təsir allergiyasının qarşısını alır. 8. Xurmanın tərkibində olan C və D vitaminləri dərini yumşaq saxlayır və onu xarici təsirlərdən qoruyur. 9. Saç tökülməsinin səbəbi baş dərisinin daha çox sebum maddəsi ifraz etməsidir. Ancaq xurma bu problemin də qarşısını ala bilər və saçlarınızı daha güclü edə bilər. Çünki tərkibində olan B vitamini saçlarınız üçün faydalıdır. Bununla yanaşı, xurmanın tərkibində olan dəmir də saç tökülməsinin qarşısını alır. 10. Xurma qanda olan triqliseridi azaldır və qanda olan xolesterolun keyfiyyətinə təsir edir. Tərkibində kalium və maqnezium olduğu üçün qan təzyiqini də normada saxlayır. Belə hörmətli izləyicilər, daha bir faydalı videonun sonuna gəldik. Növbəti videonun mövzusu nə olsun? Rəy dəstəklərinizi qeyd etməyi unutmayın.